Hər vaxtınız xeyir olsun, əziz dəyərli müəllimlərimiz. Bugündən etibarən sizə ən son nəşrə isnadən dərsliklərdəki mövzuların izahlarını vermək istəyirəm. Əlbəttə ki, ilk mövzumuz ibtidai cümlə quruluşudur. Müəllimlər, gəlin əvvəlcə öyrənək ibtidai cümlə quruluşu nəyə deyilir və hansı səbəblərdən yaranmışdır. Deməli, deyirik ki, diqqətlə dinləyin. Mən çalışacağam ki, sizə daha dəqiq və aydın şəkildə məlumat verim. Deyirik, bəşər cəmiyyətinin ilkin inkişafına ibtidai icma quruluşu deyilir. Nəyə deyildi müəllimlər? Təkrar edirik. Bəşər cəmiyyətinin ilkin inkişafına deyildi müəllimlər. Deyirik, hansı mərhələlərdə özünü göstərir? Deyirik, daş, tunç və dəmir dövründə. Hansı səbəbdən mərhələlərə bölünür müəllimlər? Deyirik, əmək alətlərinin hazırlandığı materiala görə bölünür. Və deməli, dedik ki, daş dövrü özdə mərhələlərə bölünür. Qədim daş dövrü, orta daş dövrü və yeni daş dövrü. Tarixdə olan mis daş dövrü var ki, bu dövrdə tunç dövründən keçməklə, deməli, yəni keçid dövrü adlanır. Müəllimlər, ən son nəşrə əsasən biz deyirik ki, ibtidai cümlə quruluşuna tarixə qədərki dövrdə deyilir. Tarixə qədərki dövr yazılı mənbələrin yaranma mərhələsinə aiddir. Deməli, əvvəlki kitablarda biz deyirdik ki, deməli, qədim daş dövrü 3 mərhələyə bölünür, alt, orta və üst paleolitdə. Düzdürmü yoldaşlar? İndi artıq demirik. Deyirik ki, bacarıqlı insanın yarandığı dövr, ona aid olan hadisələr, Neandertal insana aid olan hadisələr və ən nəhayətində deməli, üst ağıllı insana aid olan hadisələr. Gəlin bərabər baxaq. Ümumiyyətlə, bacarıqlı insanın yarandığı dövrə aid olan hadisələri mən sizin üçün sayıram. Deyirik ki, müəllimlər, deyirik ki, ümumiyyətlə, paleolit dövrü ilk insan yaranan gündən, yaranmasından eramızdan əvvəl 12-ci minilliyə qədər davam edibdir. Düzdürmü yoldaşlar? Və deyirik ki, bizim ilk məşğuliyyətimiz yığıcılıq, ovçuluq olubdur. Bu olub bacarıqlı insanın yarandığı dövrdə. Və deyirik, ilk əmək alətlərimizdə biz bilirik ki, ağacdan, çay daşından hazırlanırdı və çaxmaq, daş, sümük, deməli, daş, sümük, dəyənək olmuşdur da. Yəni, bu bizim ilk əmək alətlərimiz olmuşdur. Daha sonra artıq yavaş-yavaş əmək alətləri formalaşmışdır. Deyirik ki, insanların əmək fəaliyyəti nəticəsində artıq ibtidai insanlar heyvanlar aləmindən ayrılmağa başlamışlar. Deyirik ki, bacarıqlı insanın yarandığı dövrdə oddan təbii halda istifadə olmuşdur. Deyirik, ilk məşğuliyyətimiz yığıcılıq, ovçuluq olubdur. Deyirik, ilk əmək alətlərimiz daş, çubuq, dəyənək olmuşdur. Deyirik, ilk əmək alətlərini ağacdan və çay daşından hazırlayırdıq. Və deyirik, ilk icma olaraq yaşamışdır ulu icmada. Müəllimlər, ulu icmada insanlar daimi deyildi. Onların şüuru inkişaf eləməmişdir. Onları birləşdirən səbəblər vardı, yoldaşlar. Bunlar hansılar idi? Deyirik, deməli, iqlimlə əlaqədar olaraq, təbii mağaralara ehtiyacı olaraq və qida əldə etmək üçün birləşirdi. Daimi idimi? Daimi deyildi. Çünki onların şüuru inkişaf eləməmişdi, müəllimlər. Ona görə daimi deyildi. Deyirik ki, ibtidai icma quruluşunda artıq Neandertal insanın yaranma mərhələsi dövrüdür. Əvvəlcə gəlin, ən qədim insanların yaşamış olduğu yerlərimizi bir nəzərdən deməli keçirək. Biz deyirik ki, müəllimlər, ən qədim insanların yaşamış olduğu yerlər, deməli, deyirik. Baxın xəritəyə də, xəritədən çalışıram ki, izahlı şəkildə verim. Deyirik, Qazaxda daş salahlı, baxırsınız, ən qədim insan məskənlərimizi sayıram və onların deməli, daha dərinliyi ilə çalışacağım ki, sizə izah edeyim. Deyirik ki, deməli, daş salahlı damcılı, gördünüz müəllimlər, buradadır. Sonra deyirik Kəlbəcər, Kəlbəcər buradadır, Zarmaq arası. Sonra deyirik Naxçıvanda Qazma və Göltəpə.
Daha sonra deyirik Qarabağda Azıq tağlardır. Sonra deyirik ki, Lerikdə Buzeyir mağarasıdır. Düzdür müəllimlər? Və Mingəçevirdə də Qaraca düşərgəsi bu xətt istiqamətində olan Mingəçevirdə Qaraca deməli düşərgəsidir. Daha sonra gəlirik Neandertal insanın yarandığı dövrdə. Müəllimlər, Neandertal insanın yarandığı dövrdə artıq odu təbii yox, suni halda istifadə etmişdilər və deməli ilk dəfə olaraq iti uclu əmək alətlərindən istifadə aiddir Neandertal insanın yaşadığı dövrdə. Düzdürmü müəllimlər? Və deyir ki, bu Neandertal vadisində qədim insanın kəllə sümüyü tapılmışdır. Və Azərbaycanda Neandertal insanın yaşadığını sübut edən yer Urmiya gölü ətrafında Tamtama adlı mağaradadır. Neandertal adamın but sümüyü aşkar edilmişdir və təxminən 40-50 minə aiddir. Aydın oldu müəllimlər? Deyirik, Neandertal insanın yaşadığı dövr 1. Odu suni yolla əldə etmişdilər. 2. Axirət dünyasına inam. 3. Əhali Cənubi Qafqazın Cənub Şərq yamacına köçmüşdür. İlk din olan bütpərəstlik dini yaranmışdır və daha sonra deyirik ki, deməli, iti uclu əmək alətlərindən istifadə olmuşdur və tarixdə olan 2 keçidin biri burada olmuşdur. Mənim Ulu icmadan qismən Qəblə icmasına deməli keçmişdir. Yəqin ki, burada qaranlıq qalan məqamımız olmadı. Daha sonra deyirik ki, ən qədim insan məskənləri Azərbaycanda biz paleolit dövrünün öyrənilməsində deyirik ki, buradan da gördüyünüz kimi Azıq mağarasındadır. Məmməd Əli Hüseynov tərəfindən tapılmışdır və 2 milyon il bundan əvvəlki tapıntıdır. Biz deyirik ki, Azıq mağarasında Azıq adamının xüsusiyyətləri 1. Sadə dini təsəvvürlər. 2. Qədim tikinti vərdişlərinin olması. 3. Qədim dini təsəvvürlərinin yaranmasıdır. Müəllimlər bəzən qarışıq sallar eyni zamanda şagirdlər yadınızda qalsın. Bir var, deyirik ki, deməli, Azıq adamında tapılıb, deyirik nə tapılıb müəllimlər və yaxud şagirdlərimiz. Deyirik ən qədim insanın alt çənə sümüyü 1. İkinci deyirik çay daşlarından hazırlanmış kobud əmək alətləri. Üçüncü deyirik çaxmaq daşından hazırlanıb əmək alətləri. 700 min bundan əvvəl ocaq gizləri. Eyni zamanda ayı kəlləsi üzərində kəsklər doğrudan da sübut edir ki, bəli, burada dini təsəvvürlər olmuşdur. Neandertal insanın yaşayış məskənləri Naxçıvan, Qarabağ, müəllimlər, bir də götürürük nə? Qazaxda. Naxçıvan bu istiqamətdədir. Qarabağ bu istiqamətdədir gördüyünüz üzrə və deməli Qazax da gördüyünüz üzrə bu istiqamətdə deməli göstərilmişdir. Daha sonra müəllimlər gəlirik üst paleolitin hadisələrinə. Üst paleolitin hadisələrinə deyirik. İlk insan yaranandan ümumiyyətlə dedik ki, 12-ci minə davam edib. Düzdürmü yoldaşlar? Deyirik ağıllı insanın yarandığı dövr də artıq 35-ci minillikdən başlayıb eradan əvvəl 12-ci minillikdə davam edibdir. Müəllimlər, burada bilməli olduğunuz məqamlar nələrdir? Deyirik səsli nitq yarandı. Deyirik sadə incəsənət nümunələri meydana gəldir. Deyirik ağıllı insan. Deyirik qəbilə icması. Deyirik ana xaqanlığının yaranması. Bütün bunlar yarandı ağıllı insanın yarandığı dövrə. Deyirik qəbilə nədir müəllimlər? Deyirik qəbilə insanların qan qohumluğundan ibarət yaratmış olduğu birliyə nə deyildi? Qəbilə deyildi. Ana xaqanlığında da biz bilirik ananın rolunu, uşaqların qayğısına məşğul qalmaq, yığıcılıqla məşğul olmaq, odu qoruyub saxlamaq və yemək hazırlamaq biz bilirik ki, üst paleolitdəki dövrümüzə aiddir. Növbət dərsimizdə sizə artıq